Tablodakı bu xanım Rosalba Carrera'dır. O Venetsiyada anadan olmuşdu. 18-ci əsrin portretçi rəssamıdır. 25 yaşında Rosalba Müqəddəs Luka gildəsinə daxil edildi. Parisdə kral ailəsinin 36 üzvünün portretini çəkmə sifarişini aldı. Sonra Venada 6-cı Karlın sarayına qonaq oldu. O 6-cı Karlın qızına rəssamlıq dərsi keçdi. Rosalba Avropada çox məşhur idi. Kral ailələri və zəddəkanlar onun tərəfindən portretlərinin çəkilməsini arzulayırdılar. Rosalba əsərlərində təsvir etdiyi şəxslərin libaslarındakı süsləri, həmin adamların saçlarının, gözlərinin parıltısını məharətlə kətana köçürürdü. O çox zəngin bir qadın olmuşdu. 1750-ci ildə Rosalbanın gözləri katarakt oldu. Keçirdiyi 2 əməliyyat xeyir vermədi. Ömrünün sonuna qədər Rosalba kor qaldı. Rosalba Carrera 81 yaşında dünyasını dəyişdi.